Salam, bizim kanalın izləyiciləri, bütün buradan ovçuları, balıqçıları, Azərbaycanın təbiəti sevən hər kəsi salamlayıram. Bugünkü videomuz bizim keçən dəfəki videomuza biraz əlavə olunacaq. Keçən dəfə bir video eləmişdik Niva razdatkası haqqında. Bəzi çəkilişlər yarımçıq qaldı, bəzi videoda anlaşılmamazlıqlar oldu. İnşallah istəyirəm bu videonu çəkim ki, həmin videonu tamamlasın və onun açıqlamasını, açıqlığıyla təfərrüatlarını sizə göstərim. Burada mən sizə nədən danışmaq istəyirəm? Burada videoda, keçən videomuzda demişəm, bu videoda əsas açıqlamasından sizə aydınlaşdırım ki, burada nə var? Burada bizdə Nivada, razdatkada 2 dənə rıçaq olur. Bu 2 rıçaqdan biri biraz yekə, biri isə biraz balaca rıçaqdır. Bunlar nə işə yarayır? Yəni bunlar haqqında sizə məlumat vereyim. Bu böyük rıçaq 3 palajende işləyir. Bu birinci palajeni, sonra orta, neytral və qabağı eləyirik 3-cü palajeni. Bunlarda bu arxada olanda bu rıçaq. Yəni bu çox vaxt normal sürətlərdə Nivada bax bu vəziyyətdə olur. Bu arxada olanda bu yüksək sürətdir. Bu skorisin vəzifəsi ondan ibarətdir ki, bu motorun gücünü, usilin skoris deyirlər və yaxud panijin skoris deyirlər rus dilində. Yəni yüksək və aşağı sürətlərdə. Bu normalda belə olur. Yəni bu skorisin sürətlər qutusunun rıçaqını daha da maşını sürətləndirmək üçün bu vəziyyətdə olur. Əgər yoxdaşlıq yerə girəriksə, biraz buksir qoşub hansısa maşını dartmalı olaraqsa, maşın motoru gücə düşüb buksavat eləməsin deyə biz bunu buradan steplerini basırıq. Bunu keçirdirik buradan qabağa. Yəni bu keçdi birinci palajeniyə. Yəni steplerini basmasaq da olar. Yəni bunun heç bir mənası yoxdur da steplerini basmağın. Stepleni əsasən korobkanı ayırır. Yəni stepleninin burada razdatkada heç bir rolu yoxdur. Yəni inşallah onu da aşağıdan göstərəcəm sizə. Yəni stepleni basmasaq da keçər, stepleni bassaq da keçər. Sonra bu qabağa keçirdikcə bu böyük rıçaqı motor elə bil sürəti azalır. Hardasa 4-cü skoristə 150-140 getməli sürətdə olur, hardasa 40-50-60'a qədər qalxır, yəni ondan yuxarı qalxmır. Ancaq motorun gücü çoxalır. Və burada orta var, orta deyə bu gördüyünüz kimi neytral. Bu neytral sayılır, xalastoy sayılır bizdə. Burada da var skoristə neytral 1, məsəl üçün 2 və ortada xalastoy var. Bu da həmin şeydir. Burada da ortada neytral var. Yəni bu neytralda da maşın getmir. Bu neytralı atdıqda bu skoristə heç bir vəzifə rol oynamır. Ona görə də bu neytralda qalanda maşın getmir. Və gücləndirilmiş motor rejimi və sürətləndirilmiş motor rejimidir. Bax bu onun rolunu oynayır. Bu isə bizdə qabaqdakı bu balaca. Keçən videoda dedim, düzdür, bəzi anlaşılmamazlıq oldu. İnşallah bu videosunda bunu açıqlamasıyla göstərəcəm və kardanız adı da söküb sizə tam təfərrüatlarla bunu aydın izah edəcəm sizə. Bu nə üçündür? Bu bizdə 4 təkəri qoşmaq və yaxud mostları qoşub ayırmaq üçündür. Zavodskoy Nivalarda əsasən qabaq most işləyir. Yəni keçən videoda da demişəm. Ona işləməyinə baxmayaraq dal təkərlər də mosta, kardana qoşulu olduğuna görə bizim Nivada 4 təkər həmişə fırlanır, həmişə iş rejimində olur. Ona görə də benzini çox işlədir. Yəni bunun ayırmağın, qoşmağın heç bir mənası yoxdur. Bunu qoşduqda məsəl üçün arxaya biz arxa mostu qoşuruq. Qabağı elədikdə bu qabaq mostu qoşur. Prosto sadəcə olaraq burada benzində arxa most qoşulu olanda, qabaqlar da qoşuludur deyə, arxa da qoşuludur deyə biraz benzini daha çox işlədir. Qabağı elədikdə
Yenə də Serafino benzində böyük bir fərq olmur. Yenə də bu benzin işlədir. Bu sadəcə arxa mostu, kardandan gedən mostu arxana ayırır. İndi mən sizə bunu izah eləyim. İndi bir dəqiqə məni gözləyin. İndi bu normal sürətdədir. İndi mən aşağıdan düşüb qabaqdan açarı götürüm. Qabaq kardanı açacağam. İnşallah qabaq kardanı açandan sonra göstərəcəm ki, həqiqətən bu qabaqda olanda, yəni qabaq kardan açılanda maşın getmir. İndi pauza eləyək. Aha, belə açdım, gətirdim, çıxartdım qabaq kardanı. Qabaq kardanı da qoyaq bura. Qoyum bura. Bu Niva'nın qabaq kardanı da açdım, qabaq kardanı çıxartdım. İndi aşağıdan da çəkim, sizə göstərim. Aha, bax bu razdatkadır, bu arxa kardandır. Bir də qabaq kardanı buradan açdım, çıxartdım. Açdım, çıxartdım, indi bu qabaq kardanı. İndi biz qabaq kardanı açdıq. İndi maşını xodlayaq və sürək görək maşın gedir. Xalastoy. Şo. İndi skorsu bastım, steplerini bastım, atıram birə. Şo, eşidirsiniz də, yəni maşın getmir. Maşın getmir. Altında kardan açılıb deyə. Bir dəqiqə. Şimdi göstərim. Yəni gördüyünüz kimi qabaq kardan fırlanır, ancaq maşın getmir. İndi skorsu çıxardaq, xalasto eləyək və bunu ataq, steplerini bastıq arxaya. Şo. Biz bunu arxaya atandan sonra indi yenə də steplerini basaq, ataq birə və yoxlayaq görək maşın gedirmi ya yox. Çəkin açsın yerdə. Təkərə baxın, təkər gedir. Tamam da artık bakın. Şo. Yəni gördüyünüz kimi arkadaşlar, mən qabaq kardanı çıxartdım, söktüm. Bu vəziyyətdə olanda maşın getmədi. Yəni getmədi, atdım bax birə, bu dəqiqədə atıram birə. Qabağa vermişəm bunu, adi Niva sistemi rejimindədir, qabaqdadır bu. Atdım birinci skor isə ayaq steplerindədir, yavaş-yavaş çəkirəm ayağımı. Bu getmir, maşın getmir qardaş. Altında da hiss edirsiniz o. Yəni bax, aşağıdan baxın. Yəni gördüyünüz kimi altından da görürsünüz ki, qabaq kardan fırlanır. Ancaq maşın getmədi. Yəni ona görə maşın getməsi üçün biz nə edirik? Bax bunu çəkirik bu tərəfə. Qoşduq, arxa mostu qoşuruq. Bu nə üçündür? Bu yəni bizdə Niva'da arxa mostu qoşmaq üçündür. Yəni bura çəkirəm ki, yəni göstərdim, kardanı da söktüm. Sökmüşəm qardaş. Bax qabaq kardan burdadır. Kardanı söktüm, şo. Qabaq mosta güc getmir və maşın getmir yerindən, yəni hərəkət eləmir. Bu ona görədir ki, bu bizdə arxa mostu qoşmaq üçün. Qabaq most həmişə qoşulu olur. Bu belə olanda arxa most işləmir. Sadəcə qabaq most qoşulur. Əgər bunu dala çəkiriksə, biz iki mostun ikisini də birdən qoşuruq. İndi bu mənim keçənki videoma, keçən dəfə video qoymuşam, ona açıqlaması idi. Bəzi suallar gəldi, bəzi orada yazılar oldu, komentarlar. Yəni ona tam açıqlaması və 100% şəkildə göstərməklə bunu sizə göstərdim ki, hamı üçün aydın olsun. Qabaq kardan və arxa kardan, mostlar necə işləyir. Və bir də qaldı, bizdə nə qaldı? Bizdə qaldı ki, qabaq təkərlərin biri bu savat eləndə, o birisi, məsəl üçün, palçığa düşəndə, o birisi boşda qalır. Biz əgər bunu dala çəkiriksə, 4 təkər də işləyir. Hansılardır ki, məsəl üçün, boşda qalır, palçığa düşənlər, yəni fırlanır, eşirsə, onların heç bir, yəni bizə blokirovka olmadığına görə,
Bu sadəcə 4 təkəri qoşur və 4 təkəri ayırır. Razdatkanın yəni vəzifəsi odur. Arxaya çəkəndə arxa təkərləri qoşur, qabağa eləyəndə yəni qabaq təkərləri qoşur. İndi yandırdım bunu bizim alta. Budur, vəziyyət budur. Qabaq kardan ayırmışam qabaq kardanı. Atmışam birinci skolsa arxa işləmir. Bizdə qabaq işləyir. Bu da qabaq mosta qoşulub olmadığına görə bizdə motor maşın getmir. Yəni vəziyyət belədir qardaş. Qabaqdakı balaca rıçaq ancaq bizdə arxa mostu qoşur və onu ayırır. Yəni başqa burada bir şey yoxdur. Bizdəki bu qabaq rıçaq ancaq arxa mostu qoşur və arxa mostu ayırır. Qabaqda olanda sadəcə qabaq kardan qoşulu olur və maşında yəni həmişə olduğu kimi, yəni bu vəziyyətdə olduqda Nivada həmişə qabaq most veriş olur. Qabaq most veriş olmağına baxmayaraq arxa karda most hamısı qoşulu olduğuna görə, yəni onların benzini biraz çox işlədirlər. Yəni bu qədər. Hələlik videomuzda bu qədər. İnşallah nə suallarınız olar, nə yəni lazım olsa, qaranlıq olan bir yer olsa, kommentarlərdə yazıb göndərə bilərsiniz. Mən indi bu qabaq kardanı da bağlayayım yerinə. Hələlik bu qədər bizim videomuz. Yəni açıqlamasından hamıya da aydın oldu ki, balaca rıçaq arxa mostu qoşur və arxa mostu ayırır. Böyük rıçaq isə sadəcə motoru gücləndirilmiş rejimə salır və sürətli çıxartdıqda isə sürətli rejimə salır. Vəssalam. Hələlik bizim videomuz bu qədər.